Baxaq 17-ci sual. 17-ci sual deyir ki, perimetri 18 olan poliqramın xarici oblasını olmaq olan hər bir tərəf üzərində bir romb qurulmuşdur. Bu rombların perimetrlərin cəmin tapın. Çəkək sualı. Aha, bunun hər bir tərəfi üzərində romb qurulub. Bu bir tərəf üzərində qurulan romb. Bu bir tərəf üzərində qurulan. Bu bir tərəf üzərində qurulan romb. Bu da digər tərəf üzərində qurulan romb. Poliqramın tərəfləri olsun, deməli, A, bir tərəfi də olsun B. Onda B tərəfi üzərində qurulan rombdursa, deməli, hər tərəfi B-dir. A tərəfi üzərində romb qurulubsa, hər tərəfi A-dır. Bu tərəf də B-dir. B tərəfi üzərində yenə hər tərəf B-dir və burada A-dırsa, hər tərəf A-dır. Romb olduğu üçün, deməli, bu rombların perimetrləri cəmini istəyir. Burada nə edərik? Rombun perimetri burada 4A, 4B, 4A və 4B. Perimetrlər cəmi deyəndə 4A üstə gəl 4A, üstə gəl 8B, 4B ilə 4B, 8B. Bu deyir 8-i çıxarsaq A plus B. A plus B bizdə deməli poliqramın tərəfləridir. Poliqram perimetrində bizə vermişdi ki 18-dir. 18-i onda A plus B-ni buradan 9 tapırıq. Gətirib yerinə yazsaq 8 vur 9 olacaq 72, yəni B bəndi. Baxıram 18-ci suala. 18-ci sualda romb verib. Bizə rombun şəklini çəkək. Və bir belə xət verib. Bir də belə xət verib. Perpendikulyardır. Deməli, burada 90, burada 90. Və ABC rombudur. ABCD rombu. Bura Y, F, bu P nöqtəsi, M və N nöqtəsidir. Bizə deyir ki, ABCD rombunda MN perpendikulyardır AD-yə, YF perpendikulyardır CD-yə, MP 4-dür, MP 4-dür və YP, deməli, YP 2-dir, PF 9-dur və PE-ni tapın, X yazırıq. Rombun bütün tərəflər bərabər olduğundan rombun hündürlükləri də bərabərdir. Deməli, 2 plus 9 bərabər olmalıdır 4 plus X-a. Buradan da X bərabərdir 11, 11-dən 4 çıxanda 7. Olacaq D bəndi. 18-ci sualda oldu D bəndi. Baxıram 19-cu suala. ABCD rombunda B çorbucaq təpəsindən keçən düz xətt AD tərəfini M nöqtəsində kəsdi. AB M-in MBC-yə nisbəti birinci nisbəti, yəni K və 3K yazdıq. 2 vur AB bərabərdir 5 vur AM-ə. AB onda 5K, AM olur 2K. Əvəzləmə aparsaq. Və buradan da PABD, ABD üçbucağın perimetri 35-dirsə bizdən BD-ni istəyir. ABD üçbucağı verildiyinə görə burada bir dənə BD xəttini çəkək, yəni diaqonalını çəkək. BD diaqonalını çəkəndən sonra bu B bucağı 4K idi. Yəni bucaq B bərabərdir 4K idisə diaqonalı çəkəndən sonra 2K 2K bölünür. Yəni bu hissə olacaq 2K. Bura 2K-dırsa onda burada K qalır. Çünki 3K idi. Bu tərəfdə 2K diaqonal bucağına tənbələn olduğundan həmin bucağı 2 bərabər hissəyə böldü. Və biz baxırıq ABD üçbucağına. ABD üçbucağında BM tənbələndi. Tənbələn xassəsinə görə, yəni AB-nin BD-yə nisbəti bərabərdir AM-in MD-yə nisbətinə. AB 5K-dır. Deməli, buradan yazarıq ki, və yaxud da bu şəkildə də yaza bilərik, bizə rahat olsun deyə. Yazarıq AB-nin AM-ə nisbəti bərabərdir BD-nin MD-yə nisbətinə. O da bərabərdir. AB 5K-dır, AM də 2K-dır. K-lar gedir, buradan olur 5-in 2-yə. Deməli, bizdə BD-nin MD-yə nisbəti 5-in 2-yə nisbətidir. Burada bir 5-in, burada 2-in yazaq. Ondan sonra da bizə deyir ki, bu ABD-nin perimetri 35-dir. Yazaq ABD-nin perimetrini. Perimetri tapanda 5K üstə gəl 5N üstə gəl 2K plus 2N
bərabərdir 35'e. 5K ilə 2K olur 7K. Üstə gəl 5N ilə 2N olur 7N bərabərdir 35'e. K plus N olur 5. K plus N 5'dirsə bizdən də BD-ni istəyir. BD-ni tapaq. Biz bilirik ki, rombun da tərəflər bərabər olduğuna, yəni 5K bərabərdir 2K plus 2N. Əvvəldən də yaza bilərdik bunu. 5K'dan 2K çıxanda 3K bərabərdir 2N. Buradan da N bərabər, bizdən K'nı tapsaq, K bərabərdir 2N bölü 3. Gətirib yerinə yazsaq, K'nı yəni 2N bölü 3. Üstə gəl, N bərabərdir 5'e. Bu da eləyir ki, 5N bərabərdir 15'e, N bərabərdir 3'e. N-i 3 tapdıqsa, bizdən də hansı tərəf istəyir? BD tərəfin. BD tərəfində də N-i 3 tapmışıq deyə 5 vurur 3 olacaq 15. Nerə? Yəni A bəndi. 19-cu sualda oldu A bəndi. 20-ci suala baxıram. Deyir ki, düzbucaqlının diaqonallar arasındakı bucaqlardan biri 120'dir. Düzbucaqlı çəkək. Və diaqonallarını çəkirəm. Yazıram. A, B, C, D düzbucaqlısı. Diaqonallar arasındakı bucaqlardan biri 120'dir. Bura 120'dir kör olan. Onda iti olan da 60'dır. Və diaqonalı 36. Düzbucaqlının diaqonalı bərabərdir. Bizə deyir ki, onun kiçik tərəfini tapın. Diaqonalı 36'dır. Onda yarıya bölünür. 18, 18. Burada 60. Və biz bilirik ki, AO, bura O yazaq. AOB üçbucağında. Deməli, BO tərəfi AO tərəfinə bərabərdir və təpə bucağı da 60'dır. AOB bərabər yanlış bucaqdır. Onda burada 60 olur, burada 60 olur və AB tərəfi də olur 18. Bərabər tərəfli üçbucaq olur. Kiçik tərəfi oldu 18. 20-ci sualda. Baxıram 21-ci suala. 21-ci sualda 20 ilə eyni idi deyə yazaq 22-ci sual. Deyək ki, romb çəkək. Rombun kör bucaq təpəsindən çəkilmiş hündürlüyü onun tərəfi ilə 30 dərəcə bucaq əmələ gətirir. Kör bucaq tərəfindən bir dənə hündürlük çəkirik. Deməli, bu tərəfi ilə 30 dərəcə bucaq əmələ gətirir. Rombumuz da olsun A, B, C, D rombu. Və rombun kiçik diaqonalının 5 olduğunu bilərək rombun kiçik diaqonalını da çəkək. Bu da 5 olduğunu bilərək onun perimetrini tapın. Rombun tərəfləri bərabərdir AA yazırıq və P-ni istəyir bizdən. Buradan baxaq. Deməli, bu bucaq AB, burada bir K yazaq. ABK üçbucağına baxsaq, 30, 90, onda bura 60. Biz bilirik ki, ABD üçbucağı, ABD üçbucağı bərabər yanlış bucaqdır. Yəni AB tərəfi bərabərdir AD tərəfinə və təpə bucaq 60'dır. Təpə bucaq 60'dır, deməli onda bunun oturacağı bitişik bucaqları da 60 olur. Onda bu tərəfdə 30 olur. Və ABD üçbucaq olur, bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucaqsa onda bunun yan tərəfləri də 5'dir. Perimetrdə olur 4A, yəni 20. Olacaq 20. Bu da belə. Keçək 23-cü suala baxaq. 23-cü sual deyək ki, kör bucağı iti bucağından 5 dəfə böyük olan hündürlüyü 6 olan rombun perimetrini tapın. Bu yenə 30-60 qaydasına gələcək. Yazırıq. Kör bucağı iti bucağından 5 dəfə. İti alfadırsa kördə 5 alfa. Yəni 6 alfa bərabərdir 180-ə. Alfa bərabərdir 30'da. Alfa 30'dursa elə silək. 30 yazıq bir dəfəlik. Yazıram. Bura 30. Onda digərdə 5 alfa, yəni 150'dir. Və bizə deyir ki, rombun hündürlüyünü 6'dır. Hündürlüyünü də çəkək. Bura 6. 6. Bu ümumi 150 idisə, onda bura 60 qalır. Bu tərəfə də 90 qalır. Onun perimetrini tapın. 30'un qarşısında KD hipotenuzun yarısı. Bura 12'dir. Onda rombun da perimetri 4A, yəni 48 olacaq. Baxaq 24-cü suala. 24-cü sualda ABCD rombdur və bucaq B 120'dir. Bucaq B 120 isə bucaq A 60'dır. AM bərabərdir KC, o da bərabər 2'də 1 MB-yə. MB-yə 2K desək, onda AM və KC olacaq K. Və MK da verib 2 kök 13. MK-nı da verib bizə 2 kök 13. Bir dənə M nöqtəsindən AD-yə paralel bir düz xətt keçsək. AD-yə paralel bir düz xətt keçsək.
Buraya yazıram bir F nöqtəsi. Bu 2K-nı silim. Deməli, bir F nöqtəsi yazıram. Və MF AD paralel olan AD 3K-dır. Sonda burada 3K-dır. Bu 60, sonda burada 60-dır. Paralel olan 60-ın qoyuncusu da 120. Və paralel keçirdiyimizə görə bu tərəf K-dır. Sonda burada K-dır. Ümumi 2K idi deyə onda burada K olur. Və biz baxırıq bu üçbucağa. Deməli, bu üçbucaqda 120'nin qarşısındakı tərəf 2 kök 13 və tərəflər də K 3K-dır. Buradan kosinuslar teoreminə görə yazarım. 2 kök 13'ün kvadratı bərabərdir 3K-nın kvadratı üstəgəl K-nın kvadratı çıxılsın 2 çorbucaq olduğundan üstəgəl olacaq. 2 vur 3K vur K vur kosinus 120 dərəcədə. Buradan da olacaq ki, düsturun özünü yazaq, onsuz da burada işarəni dəyişəcək. Aha, burada elə çıx yazaq. Bu deyil 4 vur 3, yəni 52 bərabərdir 9K kvadratı üstəgəl K kvadratı çıxılsın 6K kvadrat vurulsun kosinus 120 dərəcədə mənfi 2-də 1-dir. Aha, bu mənfi olsun müsbət eləyəcək. Buradan da 52 bərabərdir 10K kvadratı. Bunlar ixtisara gedir. O üstəgəl 3K kvadratı. 13K kvadrat bərabərdir 52-yə. K da bərabər olur 2-yə. K 2-dirsə bizdən rombun perimetrini istəyir. K 2-dirsə tərəf vur 6 və rombun perimetri də 4-a, yəni 4 vur 6 olacaq 24. Bu da belə. 24-cü sualda cavab oldu 24. Baxıram 25-ci suala. 25-ci sualda deyir ki, ABCD kvadratında A, B, C və D kvadratında AC diagonalı, Y nöqtəsi AC diagonalı üzərində və YP perpendikulyarda AB-yə, YP perpendikulyarda. Bura AB deyəcəksin, səhv adlandırdım. Bura D'dir, bura B'dir. Aha. YP perpendikulyarda AB'yə, YK perpendikulyarda BC'yə və DC 16, kvadratın tərəfi 16-dırsa burada 16 kvadratdır və YP bərabərdir 3YK-ya. YP 3YK-dırsa YK-ya bir X desək, onda YP olur 3X. Olarsa YK tərəfini tapın, yəni bizdən X-i soruşur. Şərti düz oxuduq. Bura X-dir, burada X-dir. Və buradan baxın, diagonal olduğuna görə 45, 45. Burada 45, 45. Aha, onda bu A, YP düzbucaqlı üçbucağında burada 45. Bura onsa düzbucaqda bu tərəf 45, bura X-dir, burada X-dir. Və AYP üçbucağında bərabər yəni düzbucaqlı üçbucaqda onda burada 3X-dir. 3X, X, 4X bərabərdir. Kvadratın tərəfi 16-dır. X bərabər 4-ə. Bizdən də YK-nı soruşur, yəni X-i. O da olacaq 4. Baxıram 27-ci suala. ABCD düzbucaqlısında bucaq OCD 60 dərəcə, BY perpendikulyarda AC, OY 4 olarsa, OY-ni də bizə verib 4 olarsa AC tərəfini tapın, yəni düzbucaqlının diagonalını istəyir. Bu 60-dır, bura 30 olur. 30. Və diagonallar kəsişir. Kəsişmə nöqtəsində yarıya bölünür. Yəni bu isə AO, BO, OC-yə, həm də AO, OD-yə bərabərdir. Onda burada 30 olur. 30. Bu deməli O bucağı olur onda 100, 20. 120-nin qoyuncusu bura olur 60. Bu bucaq 60. 60, onda bu bucaq 30 olur. Deməli, B, bura bir O nöqtəsi qeyd olmuşdur. B, Y, O üçbucağında. 30, 60. 30-un qarşısına katet, yəni 4. Hipotenuzun yarısı, yəni BO-nun yarısı, BO olur 8. BO 8-dirsə, onda BD olacaq 16. BD 16-dırsa, onda AC də 16-dır. Bu da cavab oldu 16. Baxıram 29-cu suala. Deyir ki, iki təpəsi kvadratın diagonalı üzərində, tərəfi 9 olan kvadratın diagonalı üzərində. O bir təpələr isə həmin kvadratın tərəfləri üzərində. Həmin kvadratın tərəfləri üzərində. Buraya yazım M, N, P, K.
üzərində yerləşən kvadratın diaqonalını tapın. Yəni bu balaca kvadratın diaqonalını istəyir. Diaqonal sildim, onu sonra tapar. Deməli, bu hamısı kvadratdır. 90, 90, bu da kvadratdır deyə yazıram. Bura A-dırsa, burada A-dır, burada A-dır, bu da A-dır. Aha. Və kvadratın diaqonal tərəfini, bucağını yarıya böldüyə 45, 45. Və bu da PNC-dir, düz bucaqlı üç bucaqlına burada 45'dir. Onda burada A-dır. Eyni qaydada bu da 45, burada 45 olur. Burada düz bucaq olduğundan burada A-dır. Və diaqonal olur, AC diaqonalı bərabər olur 3A-ya. Tərəfi 9 olan kvadratın diaqonalı da, yəni AC bərabərdir 9 kök 2. Tərəfin kök 2 mislidir. Bu da 3A-ya bərabərsə, onda A-mız olur 3 kök 2. Tərəfi 3 kök 2 olan bu kvadratın diaqonalını istəyir. PKP, daha doğrusu MKPN kvadratın diaqonalı da, yəni D bərabərdir A kök 2-yə, tərəfi ayrısı, tərəfin kök 2 misli. Buradan da A-mızı yəni 3 kök 2 yazsa, 3 kök 2 vur kök 2, bu da eləyir 6. 29-cu sualda da olacaq 6. Və 30 da bununla eynidir. 31-ci suala baxıram.